Salam əziz həmkarlar. Çoxalma və inkişaf DİM Testbankdan izahına baxırıq. Sağlam qadında aybaşı sikli orta hesabla nə qədər baş verir? Əlbəttə ki, 28 gündən bir orta hesabla baş verəcək. Hansı variantda qadın cinsiyyət sistemi orqanları düzgün sadalanmışdır? Gəlin baxaq. Toxumluqlar kişi cinsiyyət sistemi orqanında çıxırsınız. Yumurtalıq, uşaqlıq boruları, uşaqlıq və uşaqlıq yolu B bəndi. Bir yumurtalıq yox, iki yumurtalıq olur. Sidik hissəsi aid deyil, sidik hissəsi aid deyil. Hansı variantda kişi cinsiyyət sistemi orqanları düzgün və daha dolğun göstərilib? Kişi cinsiyyət sistemi orqanları xayalardan, xaya axacaqlarından, toxum kisəcəklərindən, prostat vəzidən və cinsiyyət orqanı üzvündən ibarətdir C bəndi. İnsanda toxumluqlar harada yerləşir? Toxumluqlar xayalıqda yerləşir. Aybaşı siklinin birinci fazası nə adlanır? Birinci fazası aybaşı fazası. Aybaşı siklinin ikinci fazası nə adlanır? Aybaşı siklinin ikinci fazası adlanacaq aybaşından sonraki faza. Bu deyiləcək A bəndi. Aybaşı sikli neçə fazadan ibarətdir? Aybaşı sikli aybaşı fazası, aybaşından sonraki faza, bir də sarı cisim fazası. O deyir 3 fazadan ibarətdir. Uşaqlıq boruları haqqında deyilən hansı fikirlər düzgündür? Yumurta hüceyrənin mayalanması orada baş verir. Rüşeyimin uşaqlığa düşməsini təmin edir. A variantı doğrudur. Dölün inkişafı uşaqlıqda gedir. Sarı cisim yumurtalıqda əmələ gəlir. Cift uşaqlıqda əmələ gəlir. Follikulun yetişməsi orada baş verir. Follikulun yetişməsi yox, mayalanma, yumurta hüceyrənin mayalanması baş verir. Follikul yetişir yumurtalıqda. Kişi cinsiyyət sisteminə aiddir. Kişi cinsiyyət sisteminə. Hipofiz ümumi vəzidir. Uşaqlıqdır, yumurtalıqdır, uşaqlıq borusu qadındır. Prostat vəzi kişi cinsiyyət sistemi orqanıdır. Qadın cinsiyyət sisteminə aiddir. Qadın cinsiyyət sisteminə burada yumurtalıqlar aiddir. Toxumluq, xaya, prostat vəzi bu kişi cinsiyyət sistemidir. Hipofizdə daxili sekresiya vəzisidir. Spermatozoidlər əmələ gəlir. Spermatozoidlər toxumluqlarda əmələ gəlir. Toxum kisəciklərində prostatın ifraz etdiyi maye ilə birləşərək spermiya çevrilir. Yumurta hüceyrə əmələ gəlir. Yumurta hüceyrə yumurtalıqlarda əmələ gəlir. Normal halda aybaşı sikli 28 gün davam edən yetkin qadın orqanizmində 4 il ərzində hər iki yumurtalığın iştirakı ilə neçə follikul yaranır? Bir ilimdə 365 gün var. 28 gün deyir. 365-i bölürsən 28-ə, tapırsan 13. Yəni bir ildə 13 follikul əmələ gəlir. 4 ildə nə qədər olacaq? 13-ü vurursan 4 eləyir 52. Hər iki yumurtalıq dediyi üçün 52 və 52 götürürsən. Ancaq bir yumurtalıq desəydi, məsələn burada birinin iştirakı ilə deyir, 52-ni böləcəksən yarıya, yəni 2-yə. Bu nə düşür? 26-26 D bəndi. Sağlam qadın orqanizmində ən az sayda əmələ gələ bilər. Yetişməmiş yumurta hüceyrə hər yumurtaqda 400 minə qədərdir, çoxdur. Follikul bir il 350-500'ü yetişir, sarı cisim çoxdur. Bir il deyəndə yəni ömrü boyu. Yetişmiş yumurta hüceyrə çoxdur, amma zigot ən azdır. Spermatozoid heç vaxt daxil ola bilmir. Uşaqlıq borusuna daxil olur, uşaqlığa da daxil olur, yoluna da, boynuna da. Amma follikula spermatozoid heç vaxt daxil ola bilməz. Qadın yumurtalığında hansılar baş verə bilər? Follikul yumurtalıqda inkişaf eləyir 1. Ovulyasiyada 2. Sarı cisimin əmələ gəlməsi də 3. Mayalanma boruda gedir uşaqlıq borusunda, ciftdə uşaqlıqda əmələ gəlir. Ona görə 1, 2, 3'ü götürürsən. Verilənlərin adlarını müəyyənləşdirib düzgün fikirləri müəyyən edin. Baxın, F burada yumurtalıqlardır, L uşaqlıq borusudur, M də uşaqlıq yoludur. İndi bir-bir gəlin baxaq. Məsələn, F-də yumurta hüceyrə inkişaf edir, yumurtalıqda yumurta hüceyrədir, deməli 1 doğrudur. M-də yumurta hüceyrənin tam yetişdiyi yerdir. Yumurta hüceyrənin tam yetişdiyi yer uşaqlıq borusu L-dir. L rüşeyimin tam formalaşdığı yerdir. L-də yox, M-də formalaşır. K-da meyoz prosesi gedir, doğrudur. Yumurtalıqlarda meyoz prosesi gedir. Orqanizmin 12 yaşından fasiləsiz olaraq normal aybaşı sikli baş verən qızda hər yumurtalıqda 33 follikul yetişmişsə,
bu qızın neçə yaşı ola bilər? Baxın, hər yumurtalıqda ümumilikcə 33 follikul yetişir. Yəni, bir ildə belə götürək, hər yumurtalıq deyirsə 33 follikul, cəmi eləyir 66 follikul. Bax, bunda sağda da 13 yəni 13 ilə yazmayın, yox siz. Gözləyin deyəcəm. Baxın, 33 follikul yetişmişsə, sağı da 33'dür, solu da 33'dür. Bu eləyir 66. Hə. İndi bir ildə mənim 13 follikulum yetişir. Bəs 66 follikulum neçə ildə yetişəcək? 2. 66-nı bölürsən 13'ə tapırsan 5. Deməli 5 ildə. Bu da 12 yaşından başlayıb. 12'nin üzərinə gəlirsən 5. Həmin uşağın deyimmi, gəncin deyim də yaşını tapırsınız. Bu deyir 17 yaş. Bunu bu formada yaza bilərik. Sonra indi baxın deyir 32 yaşından qadının 32 yaşında olan qadının 12 yaşından etibarən normal aybaşı keçirdiyini nəzərə alsaq. 32-dən çıxırsan 12-sin, tapırsan ki bu neçə ildə aybaşı keçirir? Bu da eləyir 20 il. Deməli 20 ildir ki bu qadın aybaşı keçirir. Bir ildə mənim 13 follikulum əmələ gəlir. Bəs 20 ildə nə qədər follikulum əmələ gələcək? Tapırsan burada 260. Bax, 260 hər iki yumurtalıqdır. Bir yumurtalıq deyəndə 130 götürürsən. Yəni 21-də bir yumurtalıq dediyi üçün sol 130, 22-də hər iki yumurtalıq dediyi üçün burada da 260'ı götürəcəksən. Daha sonra əgər qadın orqanizmdə sarı cisim fazasının ümumi müddəti ən çoxu 520 həftə çəkibsə, onda bu qadının neçə yaşı var? Yenə baxın həftəni götür, sarı cisim fazası deyir. Sarı cisim fazası normalda bir ayda, yəni bir yumurtalıq əmələ belə götürək də, bir dənə yumurta hüceyrə əmələ gələndə sarı cisim fazası 2, yəni həftə çəkir 14 gün. 520 həftədə nə qədər? Bölürsən 2-yə tapırsan 220. Yəni 520 həftədə nə qədər yumurta hüceyrə əmələ gəlib? 520 həftə qanı hormon ifraz eləyibsə. Burada tapırsan ki 260 yumurta hüceyrə əmələ gəlib. Bunu bildin. İndi bir ildə 13 əmələ gəlir. Bəs 260'ı neçə ildə əmələ gələcək? 2. 260'ı da bölürsən burada 13'ü, tapırsan buradan 20. 20 ildə bunu tapdın. İndi maksimum yaşı soruşur. Qadın da 10 və 12 yaşından aybaşı sikli görür. 20'nin üzərinə maksimum dediyi üçün 12 gəlirsən. Bu deyir 32. Deməli bu qadının 32 yaşı var. Bunu da bu yolla həll edirik. İndi burada 416 həftə deyib, gəlin indi bunu bir də yazaq. Bax, bilirsiniz ki, aybaşı fazasında sarı cisim qana 14 gün hormon ifraz eləyir. 14 günündə 2 həftədir. Bir yumurta hüceyrə əmələ gələndə 2 həftə aybaşı, yəni sarı cisim qana hormon ifraz eləyir. Bəs 416 həftədə neçə yumurta hüceyrə əmələ gələr? 2. 416'nı bölürsünüz burada 2'yə. Tapırsınız ki burada 208 nə əmələ gəlib? 208 bunda yumurta hüceyrə əmələ gəlib. Bir ildə 13'ü əmələ gəlir. Bəs 208'i neçə ildə əmələ gələcək? 2. 208'i bölürsən burada 13'ə. Bu da eləyir 16. İndi maksimum yaşı deyir. 16'nın üzərinə də maksimum bilirsiniz ki 10-12 yaşdan başlayır da. 16'nın da üzərinə gəlirsən 12, bu da eləyir 28. Deməli 28 yaşında bunun var. İndi məsələn 25'ə baxaq. Bir dəqiqə gözləyin, üzürlü sayın. Aha, indi 25'ə baxırıq. Aşağıda sağlam qadının postembriyonal inkişaf dövründə baş verən ovulyasiyaların sayını, onun yaşından asıllıq qrafiki verilmişdir. Qrafikə əsasən X-in maksimum qiymətini hesablayın. Baxın, ovulyasiya sayını verib 416 və yaşını soruşur. Bir ildə nə qədər ovulyasiya keçirir? 13. Bəs 416 ovulyasiyanı neçə ildə keçirəcək? 2. 416'nı bölürsən burada 13'ə sən. Tapırsan ki, bu keçirib 32 ovulyasiya. İndi maksimum deyir axı, maksimum qiymətini. 10-12 yaşdan aybaşı sikli görür. 12'ni də gəlirsən üzərinə maksimum. Tapırsan ki, bu şəxsin 44 yaşı var.
Deməli 25-də də oldu 44. İndi burada baxın. Yenə baxın 416-nı onsuzda tapmışdınız. Böldünüz 416-nı siz. 13-ə tapdınız 32. İndi burada da minimum qiyməti soruşur da. Minimum deyəndə də 32-nin üstünə gəlsən 10 yaşı. Bu deyir 42. Daha sonra indi burada 208 ilə verib yenə bunu kimi yazırsan. Bir ildə 13 yumurta cüyür əmələ gəlir. Yəni 13 obliqasiya. Bəs 208-də x. 208-i böləcəksən burada. Sən 13-ə taparsan ki, görək neçə ildə olub. 208-i də 13-ə böləndə tapırsan ki, 16 ildə olub. Minimum deyir, minimum. Minimum dediyi üçün üzərinə də gəlirsən 10 yaşın. Çünki qadın 10 və 12 yaşından aybaşı sikli görür. Minimum dediyi üçün üzərinə də 10 gəlirsən, bu deyir 26. Uyğunluğu müəyyən edin. Çanaq boşluğu və döş boşluğu. Gəlin baxaq. Ümumilikcə, çanaq boşluğundan xaricdə yerləşir. Toxumluqlar heç bir boşluqda yerləşmir. Çanaqdan xaricdədir. Yumurtalıqlar çanaq boşluğundadır. Yəni, bura uyğun yoxdur. Dölün inkişafı burada gedir. Dölün inkişafı uşaqlıqda gedir. D. Yumurta hüceyrənin tam yetişdiyi yerdir. Bu da uşaqlıq borusudur. C. İndi burada birincilər mənə yumurtalıqdır, 2 uşaqlıq borusudur, 3 də uşaqlıq yoludur. Qadın orqanizmin ontogenezi başlayır 2-də. 2A. Yumurta hüceyrə əmələ gəlir yumurtalıqda 1B. Bətin daxili inkişafın Rüşeym dövrü başa çatır deyirsə götürürsən sən 3-ü. Uşaqlığı C. Döl formalaşır uşaqlıqda D. Mayalanma baş verir uşaqlıq borusunda Y. Bu da oldu sizdə. 29 tapdıq, indi 30 qalıb. Yenə bunu kimidir bu da. Kişi orqanizmin ontogenezi başlayır. Fərqi yoxdur. Ya kişidir ya qadındır. Ontogenez harada başlayacaq? Uşaqlıq borusunun içərisində. Yəni ontogenez uşaqlıq borusunda başlayır. İkiyə uyğundur A. Follikullarda yumurta hüceyrə əmələ gəlir. Yumurtalıqda B. Qarışıq sekresiya vəsidir. Yumurtalıq C. Zigot əmələ gəlir. Bu da uşaqlıq borusunda D. Bətin daxili inkişafın Rüşeym dövrü başa çatır. Bu da 3-ə uyğundur Y. Daha sonra mayalanma və bətin daxili inkişaf. Bunun izahına baxırıq. Bir dəqiqə gözləyin. Aha. Azərbaycanda oğlanlarda cinsi yetişkənlik dövrü hansı yaşda müşahidə olunur? Oğlanlarda cinsi yetişkənlik dövrü müşahidə olunur 13 və 14 yaşlarında. İnsanda bətin daxili inkişafın döl dövrü nə vaxtdan başlayır? Döl dövrü zigot əmələ gəlməsi yox, uşaqlığın selikli qişasından möhkəm yapışmış diz şəkli ciftin əmələ gəlməsi anından B bəndi. Hansı müddəa doğru deyil? 2 dölün bir cüftü ola bilər, düzdür, eyni yumurta əkizində. 2 dölün bir cifti ola bilməz, səhvdir, eyni yumurta əkizində olur B bəndi. Bir mayalanmış yumurta hüceyrədən 2 döl əmələ gələ bilər, düzdür, eyni yumurta əkizi. 2 dölün genotipi eyni ola bilər, eyni yumurta əkizi. 2 dölün genotipi fərqli ola bilər, müxtəlif yumurta əkizi. İnsanda bətin daxili inkişafın döl dövrü neçə aya başa çatır? 7 aya. İnsanda bətin daxili inkişafın Rüşeym dövrü neçə ay davam edir? Rüşeym dövrü 2 ay davam edir. Uşaqda doğulduqdan sonra postembrional inkişafın neçə dövrü var? 5 dövrü var. Hansı müddəa doğrudur? Zigot Rüşeym, zigotdan Rüşeym, Rüşeymdən döl inkişaf edir. Elə A bəndə gerisin oxumağa ehtiyac yoxdur. İnsanda yeni doğulma dövrü təqribən neçə ay davam edir? Yeni doğulma dövrü təqribən 1 ay davam edir. 1 il yox, 1 ay. Çünki yeni doğulma dövrü 1 ayda da 4 həftə, o da təqribi 1 ay eləyir. Uşağın inkişafın südəmər dövrü də 11 aydır. 1 yaşını bax, 1 yaşına qədər, 1 yaşım 12 aydır. 1 ay yeni doğulma dövrüdür. Yerdə qalan 11 ay budur. İnsan ontogenezi, fərdi inkişafı başlayır. Ontogenez zigotun yaranması anından başlayır C bəndi. İnsanda bətin daxili inkişafın Rüşeym dövrü başlayır. Rüşeym uşaqlığın selikli qişasına yapışması anından Rüşeym dövrü başlayır. Akselerasiya mənfi təsir göstərə bilər. Açıq havada çox olmaq müsbətdir. Yaxşı qidalanma müsbətdir. Qida vitaminlərinin çatışmamazlığı mənfidir. İdmanla məşğul olmaq müsbətdir. Qidada vitaminlərin kifayət qədər olması müsbətdir. Cinsi yetişkənlik adətən uşağın hansı yaş dövrünə, məktəb dövrünə təsadüf olunur? İnsanda inkişafın yassi dövrü. Yassi dövrü 1 yaşından 3 yaşına qədər, o da eləyir 2 il, o da 24 ay. Uşağın postembrional inkişafının ən qısa dövrü 1-ci yeni doğulma dövrü,
Bu da 4 həftəni çəkir. Uşağın postembrial inkişafın ən qısa dövrü, bunu dedikdə birinci dövrüdür. Uşağın postembrial inkişafın ən uzun dövrü 5-ci məktəb dövrüdür. Bətndaxili inkişafın rüşeym mərhələsində rüşeymin qidalanması baş verir. Rüşeymi əhatə edən qişaların xovları vasitəsilə abəndi rüşeymin qidalanması baş verir. İnsanda yumurta hüceyrənin uşaqlığa düşməsi onu göstərir ki, yumurta hüceyrə uşaqlığa düşürsə, deməli mayalanma baş tutmayıb debəndi. 4 eyni yumurta əkizinin əmələ gəlməsində neçə qamət iştirak eləyir? Eyni yumurta əkizi deyirsə, bir spermatozoid, bir dənə də yumurta hüceyrə, yəni 2 qamət. 3 müxtəlif yumurta əkizinin əmələ gəlməsində, birinin əmələ gəlməsində 2-sidirsə, 3-ünün əmələ gəlməsində 6-dır. İnsanda 3 eyni yumurta əkizinin zigotdan əmələ gəlməsində neçə spermatozoid 3 eyni yumurta əkizi deyir? İstəyir 5 eyni, 10 eynidirsə bir spermatozoid, bir yumurta hüceyrə iştirak eləyir. Qamət deyəndə spermatozoidlə yumurta hüceyrəni ayrı-ayrı qamət götürürsən. İnsanda zigotun bölünməsi harada başlayır? Uşaqlıq borusunda. İnsanda zigotun əmələ gəlməsi harada başlayır? Bu da uşaqlıq borusunda. Oğlanlarda iki cinsi əlamətlər ilk dəfə morfoloji cəhətdən aşkarlanır. Morfoloji məktəb dövründə aşkarlanır. Məktəb dövründə morfoloji cəhətdən aşkarlanma baş verir. Eyler-Venn diaqramını tamamlayın. Gəlin tamamlayaq da. X verib, Y verib, Z verib. Eyni yumurta əkizlərindən 2 qızdır, eyni yumurta əkizlərindən 2 oğlandır. Diqqətli olun. Deyir, əmələ gəlməsində iştirak edən qametlərdə 2 ədəd X cinsiyyət xromosomu olmuşdur. Bu qızlarda olacaqdır. Çünki nə qədər qız olur olsun, anadan da qız X-i götürür, atadan da qız X-i götürür. Deməli, X-ə uyğundur 1. Əmələ gəlməsində iştirak edən müxtəlif cinsli xromosomların biri-birinə nisbəti 1-1 olmuşdur. Məsələn, oğlan anadan da X-i götürür, atada Y-i verir. Birin birə nisbətidirmi? Deməli, 2 də uyğundur Z-ə. Daha sonra bir zigotdan inkişaf etmişdi, eyni olduğu üçün hər ikisi bir zigotdan inkişaf edib. Zigotların əmələ gəlməsində iştirak edən bütün qametlərdə atom xromosom müxtəlifliyi 22-sidir hər ikisində də. Qametə 23 xromosom düşür, spermatozoidə, yumurta hüceyrədə. Bunun 22-si atom olur, biri cinsi olur. Bu delədir, D bəndi. Uşaqlığın selikli qişasının bərpasının başlanması aybaşı siklinin hansı gününə bərpa olunur? Aybaşından sonraki 5-ci gün qutarır, 6-cı gündən bərpa olunmağa başlayır. Bir-birinə oxşayan 4 əkizin 3-ü qız, biri oğlandır. Onların əmələ gəlməsində neçə erkək, neçə dişi qamət iştirak edib? Müxtəlif yumurta əkizidir. Elə 4 dənə əmələ gəlməsində 4 dənə yumurta hüceyrə, 4 dənə də spermatozoid müxtəlif olduğu üçün. 2 qadının 4 əkiz uşağı dünyaya gəlmişdir. Birinci qadının dünyaya gətirilən əkizlərin hər ikisi bir-birinə çox oxşayan qız. Deməli, birinci qadın, bax bu bir dənə ciftim var. Oxşuyursa, deməli bir ciftə yerləşirlər. Bir qız, 2 qız. İkinci qadının isə bacı qardaşdır. Deməli, bu da mənim ikinci ciftim. Amma bacı qardaş dediyi üçün bu ikisi bir ciftə yerləşəcək. Bu ikisi Y-də bir ciftə. Bax, bu ikinci qadının cifləridir. Bu da birinci qadının. Deməli, birinci qadın eyni yumurta əkizi, ikinci qadın müxtəlif yumurta əkizi əmələ gətirib. İndi deyir ki, birinci və ikinci qadının uşaqların yaranması zamanı neçə qamət? Birinci qadın bir dənə, bax bu cift olduğu üçün 1 X qaməti, 1 Y qaməti, 2 qamət bundadır. İkinci qadın 2 cift var. Bunun əmələ gəlməsində də 1 X, 1 Y, bunun əmələ gəlməsində də 1 X, 1 Y də cəmi 4 dənə də qamət bunda iştirak eləyib. Deməli, bu da eləyir 2, 4 debəndi. İndi 29-a baxaq, 29 fərqlidir. Deyir, 2 qadının 4 əkiz uşağı dünyaya gəlmişdir. Birinci qadının dünyaya gətirdiyi əkizlərin hər ikisi biri-birinə çox oxşayan qız. Bax, buradan yenə yazıram. Bu birinci qadında. Hər ikisi biri-birinə oxşuyursa, bu eyni yumurta əkizdir, bir ciftədir. Bax, bura qeyd elədik. İkinci qadında isə bacı qardaşdır. Bax, ikincinin bir cifti budur. Qadın, qız, bir cifti də budur. Oğlan, 2Y. Deməli, bu müxtəlif yumurta əkizi əmələ gətirib. Birinci və ikinci qadın uşaqlarının yaranması zamanı mayalanmada bilavasitə neçə spermatozoid? Bu birinci qadındır. Bir dənə yumurta hüceyrə, bir dənə spermatozoid. Bunu buldun.
Bu ikinci qadındır. Bir yumurta ceylə, bir spermatozoid buna. Müxtəlif yumurta əkizidir axı. Bir yumurta ceyl, bir spermatozoid də buna. Deməli, burada olacaq 1 və 2. Bu eləyir C bəndi. İnsanda cift əmələ gəldikdə nə qədər vaxt sonra o hormon ifraz etməyə başlayır? 1 ay sonra, 3-cü ayda əmələ gəlir, 4-cü aydan da başlayır hormon ifraz etməyə. Əkizlərin hər ikisinin müstəqil cifti olarsa, fikirlərdən hansı doğrudur? Müxtəlif yumurta əkizidir. Eyni cinsiyyət ola bilər? Bəli. Müxtəlif cinsiyyət ola bilər? Bəli. Mayalanmada 2 ədəd qamçılı qamət? Bəli. Hər ikisi ayrı-ayrı ciftdir də, bu cift, bu cift. Hər ikisini ayrı spermatozoid mayalandıracaq. Bu deyir 2. Doğrudur. Əkizlərdən hər ikisi eyni ciftlə qidalanırsa, bir dənə ciftim var artıq mənim, içində də əkizlərim var. Eyni cinsiyyətli ola bilər, mütləq eyni cinsiyyətli olmalıdır 1. Müxtəlif cinsiyyətli heç vaxt. Mayalanmada 1 ədəd düzdür. Bir yumurta ceylə, bir spermatozoid. Bu deyir 1, 3. 3 eyni yumurta əkizi neçə ziqotdan əmələ gəlir? İstəyir 10 eyni yumurta əkizi olsun, 1 ziqotdan əmələ gələcək. Eyni yumurta əkizləri bircə dənə ziqotdan inkişaf eləyir. Qadın orqanizmində 4 müxtəlif yumurta əkizlərinin yaranması. Müxtəlif deyir. Qamet sayı müxtəlif olduğu üçün birinin əmələ gəlməsində 2 qamet, yumurta ceylə ilə spermatozoid, 4-ündə 8 qamet. Cift 4 müxtəlif yumurta əkizi hərəsinin bir cifti var, 4. Göbək ciyələrinin sayı. Göbək ciyələrinin sayı deyəndə, yəni burada 4 müxtəlif yumurta əkizləri deyir də, hə. Göbək ciyələrinin sayı deyəndə hərəsinin bir dənə göbək ciyəsi olacaq, 4-ündə 4 dənə göbək ciyəsi. Bu da cəmi eləyəcək 16. Cədvələ əsasən tapın. Mayalanmada yumurta hüceyrənin sayı X, əmələ gələn döllərin somatik hüceyrəsinin bir növündə olan X xromosomlarının cəmi 4. Deməli 4 dənədirsə, 4 dənə X varsa, 2 dənə qız var burada. Tapdınız ki, bunu 2 qız. Çünki bax, 1 qız, 2 qız, 1 qız, 2 qız. Elədimi 4 qız, 2 qız bu oldu. Daha sonra, indi mayalanmada yumurta hüceyrənin sayı 2-dir, əmələ gələn X-in sayı 2-dir. Deməli, XY 1 oğlan, XY 1 oğlan. 2 dənə X oldu mu? Bu da 2 dənə oğlandı. Bunu da tapdın. İndi 3'dür, 3 dənə X. XY, bu da 3 dənə oğlandı. Bu da eləyir bizdə C bəndi. İndi götürürsən sən 36-nı. Doğum evində 3 hamilə qadının dünyaya gətirdiyi uşaqlarla bağlı rəqəmlər göstərilmişdir. Bu rəqəmlərə əsasən nəyi söyləmək olar? Bax, mayalanmada iştirak edən qametlərdə X cinsiyyət xromosomunun sayı Y cinsiyyət xromosomuna olan nisbəti. Deməli, burada 3 dünyaya gələn əkiz uşaqlarının sayı da 2-dir. Deməli, burada əkiz uşaqlarından biri qızdı, biri oğlandı. Niyə? Gəlin onu sizə qeyd edeyim. Niyə biri qız, biri oğlandı? Baxın, qız olsun X, oğlan da olsun XY. X-in Y-ə nisbəti neçə oldu? 3-ün 1-ə nisbəti. Oldu mu? Oldu. Sizdən özə doğrunu soruşur. Deməli, burada oldu. Əkizin biri qız, biri oğlandı. Sonra 5-in 1-ə nisbəti. 5-in 1-ə nisbəti deməli, ikisi qız, biri oğlandı. Hesablayın, 4 dənə X, bir dənə Y. 3-ün deməli, ikisi qız, biri oğlandı. Sonra 1-in 1-ə nisbəti deməli, elə bu oğlandı. 4-ü də oğlandı ki, 1-in 1-ə nisbəti verib. Məsələn, belə götürək də 1 oğlan, 2 oğlan, 3 oğlan, 4 oğlan, 4 dənə X, 4 dənə Y. Bu da 1-in 1-ə nisbəti eləyir. İndi bizə uyğunu tapırıq. X eyni yumurta əkizləri dünyaya gətirmişdi, səhvdir. Tapdıq biri qız, biri oğlandı. Y eyni yumurta əkizidir, tapdıq ki, ikisi qız, biri oğlandı. Z-in dünyaya gətirdiyi uşaqlardan ikisi qız, ikisi oğlandı, səhvdir. Tapdıq ki, Z-in hamısı oğlandı. Z-in dünyaya gətirdiyi uşaqların hamısı oğlandı, düzdür. Y-in dünyaya gətirdiyi bütün oğlandı, səhvdir, ikisi qız, biri oğlandı. Deməli, bu da oldu D bəndi. Qadın orqanizmdə sarı cisim cəmi 280 gün qana hormon ifraz etmişdir. Bir yumurta hüceyrə əmələ gələndə 14 gün qana hormon ifraz eləyir. Bəs 280 gün ifraz eləyibsə neçə yumurta hüceyrə əmələ gətirib? 280-i bölürsən 14-ə, tapırsan ki, deməli 20 yumurta hüceyrə əmələ gəlib. Əmələ gətirdiyi follikullarda neçə yönəlci simcik? Bir follikulun 3 yönəlcici simciyi olur. Bəs 20-də nə qədər olacaq? 20-ni vurarsan 3-ə, tapaslan 60. Bu da eləyir B bəndi. Qadının normal ontogenezi müddətində yetişmə zonasının sonunda 350-500 follikul əmələ gəlir.
Yönəlci cisimcik dediyi üçün 350-ni bir dəfə vurursan 3-ə, bir dəfə də 500-ü vurursan 3-ə. Çünki bir dənə yumurta ciyeri olur, onun da yanında 3 dənə yönəlci cisimcik olur. Bu da eləyir 1050 və 1500. B bəndi. Daha sonra insanda uşaqlıq borusunda baş verir. Uşaqlıq borusunu soruşur bizdən. Məsələn, yumurta hüceyrəni qəbul edib uşaqlığa ötürmək uşaqlıq borusudur. Yəni bir aiddir. Dölün inkişafı döl uşaqlıq borusunda inkişaf eləmir, uşaqlıqda inkişaf eləyir. Yumurta hüceyrənin spermatozoidlə mayalanması uşaqlıq borusudur. Ziqotun ilkin bölünməsi borudur. Yumurta hüceyrənin tam yetişməsi borudur. 40-ı tapırıq. Cifti, əmələ gəlməsi ilə döl dövrü başlayır, bir doğru fikirdir. Hamiləliyin 3-cü ayından əmələ gəlir, 2 də doğru fikirdir. Əmələ gəlməsi ilə döl dövrü başlayır, rüşem dövrü başlayır, səhvdir. Döl ciftə birbaşa birləşir, yox, göbək ciyəsi vasitəsilə birləşir. Bir qadının 4 uşaq dünyaya gətirmişdir. Embrional inkişaf dövründə bu əkizlərin 2 cifti olub. Dünyaya gələn uşaqların 3-ündə yalnız X xromosomu olmuşdur. Bax, bu bir cift, bu da 2 cift. Yalnız X isə deməli 3 dənə, 4 dənədən 3-ü burada yerləşir. Yəni 3 qızım bir ciftdədir. Bir dənə oğlumda fərqli ciftdədir. Çünki deyir ki, 3-ündə yalnız X cinsiyyət olub, yalnız X olub da, yəni Y olmayıb. Deməli 3 eyni yumurta əkizidir. İndi baxaq. Dünyaya gələn uşaqlar 2 ziqotdan şəkildə görürsünüz. 2 ziqotdur. 1. Dünyaya gələn uşaqların birində somatik hüceyrəsinin bir nüvəsində 24 oğlan da bir dənə budur. Bu da düzdür. 2. Mayalanma prosesində iştirak edən cinsiyyət hüceyrənin 4-ünün səhvdir. Bir yumurta hüceyrə bunda, bir spermatozoid. Biri bunda, biri bunda. 2 dənə qamçılıdır. Mayalanmada 3-ünün qamçısı olmuşdur, səhv 2 dənə. Deməli oldu 1, 2. Əgər bir qadın hamiləliyin 5-ci ayı tamam olmuşsa, aşağıdakı mülahizələri demək olar. Cift artıq 2 ayda hormon ifraz edir. 5-ci ay tamam olub 6-ya keçib. Cift də 4 və 5 hormon ifraz edib, düzdür 2 ayda 1. Rüşeym mərhələsi 3 ay əvvəl bitib, düzdür 2-ci ayın sonunda, bu deyir 3 ay əvvəl. Hələ 4 mərhələsi başlamamışdır, 3-cü ayından başlayıb, 1 ay sonra cift səhvdir. İndi 43. İnsanda göbək ciyəsi rüşeymlə cifti birləşdirir, dölü ciftə birləşdirir, rüşeymi yox, 2. Uşaqlıq borusun yox, döl dövrünün fəaliyyət göstərir, 4. Arterial qanı dölə daşıyır, düzdür 5. Venoz qanı döldən anıya daşıyır, bu səhv verilib.